Fərqindəsinizsə, indi də İlham Əliyevin İranla ilişkilər yenidən düzəldib, oraya yardım göndərdikdən sonra içimizdəki köpək sürüləri indi də Güney Azərbaycana havlama başladılar. Bəlli ki, ağaları bunlara deyib ki, Güney Azərbaycanlılara söyün. Zaten bir iki gündür başlamışdılar, indi lap belə aktivləşiblər. Güney Azərbaycanlılara Qarabağda falan yeri söktünüz falan filan. Buradan onlara cavabımdır. İç sürüləri Qarabağda gəlib Qarabağın kəndlərini sökən, o belə Azərbaycan türkçəsində danışan, sizin kimi Azərbaycan türkçəsində danışan ermənilər idi. Necə ki siz içimizdə belə hər millət ola bilirsiniz, bir dənə türk millətindən nifrət edirsiniz. Sizi kimi anası bəlli, dədəsi 50 olan ermənilər idi. Siz idiniz onlar. Və o bir nəfəri də əsirlikdən gəlib onu qoyublar, o belə dedi, bu belə dedi, nə bilim nə. O da çox böyük yanlış yapıb, genelləmə yapır. Güneylilər adından. Adamın pasportunu alıb baxmışdı mı ki, Azərbaycanlıdır, kimdir, hardan gəlib? Ola bilir. Necə bizim içimizdə məndən də yaxşı Azərbaycan türkçəsində danışırsınız. Duruşanda da belə Azərbaycançılığı oynayırsınız. Stalinin qoyub getdiyi Azərbaycançılığa ki, onu da eləmirsiniz. Etsəydiniz, bizim kimi ən azından Güney Azərbaycanı, Dərbəndi, Borçalını da sevərdiniz. Bugün illərdir İsrailin parasıyla böyüdüb canlarına bəla olaraq göndərdiyi, PKK-nı göndərdiyi Kərküşdən də ötürü ağlayardınız. Hələbdən də ötürü ağlayardınız. Siz ermənisiniz. Sizin dədələriniz 18-ci ildə Nuru Paşa gəlib Bakını işğaldan azad edəndə bir gecədə kimlik dəyişib, mən də Azərbaycanlıyam deyib, Sovet dönəmində də Azərbaycanlı pasportu alan dədələrin nəvəsi, Bolşeviklərin nəvələri. Biz sizi tanımırıq. Sizin dədələriniz 20-ci ildə Rus gələndə onu duz çörəklə qarşılayıb milli hökuməti satıb 37 min insanımın 74 min insanımın 37-ci ildə üzünə duran dədələrin evlatlarısınız siz. Onlar da sizi kimi çizirdi, yazırdı belə. Siz onların nəvələrsiniz. İndi siz Güney ilə Quzeyin arasına mı girirsiniz? Nə oldu? Gördünüz olmur. Türkiyə ilə də aramıza girmək istəyirdiniz. Baxın, Rusiya ilə 2 ay, 3 ay çəkdi. Gördünüz necə? Ki siz Rusçusunuz, o da var. 5-ci kolonun itlərisiniz. Siz Ramiz Mehdiyev sayəsində evlər alan, Ramiz Mehdiyev sayəsində zəngin olan, Ramiz Mehdiyev sayəsində əksəriyyətinizi tələbəli illərindən tanıyıram. Ayaqqabınızın altı cığıydı. İt günündə idiniz. Krem yağından bir çörək almağa pulunuz yox idi. Amma Ramizin qucağında oturdunuz. Azərbaycanı satıb Türk dünyası ilə Azərbaycanın ilişkilərini uzaqlaşdırıb İslam dünyası ilə uzaqlaşdırmaq üçün hər qələt etdiniz. Ramizlə bağlı yazdığınız yazıları unutmamışıq. Allahdan hamısını saxlamışam. Bir arşivim var. Bir arşivim var sizin Əli Həsənovun səhifəsində yaptığınız yorumlardan, özünüzün səhifələrinizdə verdiyiniz təriflərdən. Biz sizi tanımırıq. Ay, Manukiyanın dölləri. Sizin ananız bəllidir, vallahi tanınız bəlli deyil. Bir araşdırın ya. Hamının qucağında oturursunuz. Tamam, tam erməni olanda da ermənilər ancaq öz millətini tamam bilirik də onlar. Bir durun ya, bir durun. İndi də Güneyli ilə Quzeylini bir-birinə düşünmək istəyirsiniz. 2020-ci ildə Azərbaycana hər türlü dəstək verən, generalını göndərib savaşı belə yönləndirən, Türkiyəni görməzdən gəlib İslamı bəhanə edib Ərdoğana söyən ancaq bir ermənidir. Çünki bunların dərdi ağırdır. Bilirəm sizin dərdiniz ağırdır. Çünki siz Azərbaycan torpaqlarının azad olmasını istəməyin. Yalandan orada belə hava atıb, belə prezidentə falan yaltaqlıq yapmaqla deyil. Prezident da sizi bilir. Əmin olun ki, bilir. Bir gün hamınız göməcəklər. Əleydər Qarayev də çox belə atlanıb düşürdü. Bəhbəhlə alqışlayırdılar. Sonra nə oldu? İndi Güneyli ilə Quzeylinin bir-birinə düşürmək nə deməkdir? Durub oradan, o Güneyli, ay şərəfsiz mən deyən. Sən Ramiz Mehdiyevlə bağlı tərifi yazılar yazanda, o Təbrizdə, sokaqlarda Qarabağın səsi idi. O, sən çağır, mən gələrəm deyən Güneyli deyə. Buna görə idam edilən Güneyli deyə. Sadəcə bugün vətənini böldürmək istəmir. Necə ki, 41-45-ci ildə mənim dədələrim Quzeyi böldürməyib, bugünkü Quzeyin təməlini qoydu. Ki, petrol şeydi, bilirdi ki, Almanlar gəlsə bitmişdi. Və o çox yaxşı bilirdi bunu. O sərvətə gəlir, o məni sevdiyi üçün gəlmir, məni azad etmək üçün gəlmir. Və bu içimizdəki erməni, bu yazar, çizər şərəfsizlərə də inanan cahillərimiz var. Ay, qoyunlar. Dədələrimiz 20-ci ildən 37-ci ilə qədər Azərbaycanda 600-700 min insan öldürüldü, Ruslar öldürüldü, Stalin əmri ilə öldürüldü. Elə Şəkidə, Qaxda, o bölgədəki isyanlar,
Batı bölgəmizdə Gəncəbasar bölgəsindəki isyanlar, ya ki, təkcə Zəngəzurda dəfələrlə Sovetlərə qarşı çıxdığı üçün ya minlərlə insanı öldürdülər. Siz bilirsiniz bunu. Bugün gedib İğdirli Karslıya sorsan, deyir ki, dədələrim Ermənistandan gələndə evdən 9 nəfər çıxmışmışlar, 4 nəfər bu tərəfə keçib, 5 nəfəri sınırı keçərkən Rus əskəri öldürdü. Və bütün bu qətliamlara rağmen o insanlar 41-ci ildə vətən üçün o Sovet ordusunun içində savaşdılar. Onlar Stalin üçün savaşmadı. Ay qoyun sürüsü. Ay əxlaqsız toxumu. Qoyun bizimkilərə deyirəm, onu da deyim. Bizim o kuzeydə qoyun kimi bu əxlaqsız toxumun, bu siyonist itin, o Yahudinin aldığı 20 manata havlayan o qancıq köpəklər var. Onların peşinə taxılanlara deyirəm. Bir özünüzə gəlin. Və bugün oradakı Güneyli vətənini böldürməmək üçün mollaya qarşı çıxmır. 40 minə yaxın təkcə türklər deyil, bütün xalqları edam edir. Çünki ondan öncəkini gətirirlər. Ondan öncəki də Qacarlardan sonra ta molla gələnə qədər 200 minə yaxın Azərbaycanlını öldürdü. Elə bir gecədə 30 minini 46-cı ildə güllələdi, bombaladı. 46-47-ci illərdə hələ sayı hesabı yoxdur. Və o getdi, bu gəldi, bu da edam etdi. Sənə görə, çoxu vaxtda sənə görə edam edib. Və bugün ona qarşı çıxmırsa, ay qoyun sürüsü, anlayın. Bugün çıxmama səbəbi həmin o insanların o vətəni böldürməmək, o vətənin sərvətinə gəlib o pedofil İsrailin, o 10 aylıq uşağı sinagoglarında təcavüz edən o zehniyyətin gəlib orada o torpaqları işğal etməsini istəməməsidir, bölməsini istəməməsidir. Üstündə Kürdistan, Ermənistan, Farsistan, Belucistan qurmasını istəməməsidir. Oranı qoruyur, sənin mənim üçün qoruyur. Ay zavallı, o orada ikinci bir Türk devləti olandan sonra, bir süre sonra, sənə heç kim heç nə deməyəcək. Amma oranı bugün İsrail gəlib Suriyanın, Irakın gününə qoysa, özünüzə gəlin. Sizə yalandan deyirlər ki, İsrail bizə kömək zad eləməyib, ay kişi. Sən pulunu verib silahını almısan. Və sən bir dənə İsrailin rəhbərinin mənə, Azərbaycana sıxılan qurşun mənə sıxılır deyə göstərəməzsin, amma mən sənə minlərlə Türkiyəninkini göstərə bilərəm, F-16'sını bax. Və səni Türkiyəyə qışqırdan bu zehniyyət indi də Güneyə qışqırdır. O Güneylilər sənin üçün o sınırın, güllə boranın qarşısında gəlib dəfələrlə durdu. Heydər Əliyev özü deyib bunu, Hikmət Hacıyev özü dəfələrlə deyib. O Güneylilər sayəsində o sınırı açdılar, biz Qarabağdan keçdik bu tərəfə, erməni bizi orada 100 mini öldürmədiyi. Öldürəcəkdi, heç kim də heç nə deməyəcəkdi. Siz o Güneylilərin haqqını ödəyəməzsiniz heç biriniz. O çadırlar gəlirdi, bizim çadır şəhərcikləri hamısı İrandan gələn Qızılaydı. Ona yardımı, o paranı verən o Güneylilər idi. Və sənin səsin olsun deyə böyrəyini satıb, Xocalı həqiqətlərini sidiyə köçürdən Güneyli qızı idi. İndi sən qalxıb Güneyliyə söz deyirsən, sən ən son adamsan onu deməyə. O Güneylilər sayəsində sən buradasan. O 45 min ayağa qalxmasın deyə İran indiyə qədər səni işğal etmədi, qorxdu. Bax, bugün o 45 minə sənin o dabanını yaladığını, gərəkirsə arvadını belə verəcəyin Netanyahu bugün Türkün adını çəkmək istəmir, çünki bizdən nifrət edir. Və deyir ki, oradakı xalq sahib, o xalq ayağa qalxsa yenərəm. Çünki bomba ilə yenəməyəcəyini bilir. Qəzzada yenəmədi. Qəzzada yenəmədi. Orada insanları, körpə uşaqları belə öldürməklə zəfər qazanılmır. Axı biz bunu bilirik, biz Xankəndində bir sivilin burnunu qanatmadan torpağımızda 200 neçə şəhid verdim, qarşılarında baş əyirəm. İstəsəydik bombalayardıq, şəhid verməzdik. Eynisin Türkiyə Afrində 700 neçə şəhid verdi, o sivil insanın arxasında gizlən və buna içimizdəki ermənilər haqq qazandırır. Və mənim Güneydə öldürülən körpə uşaqlarımın ölməsinə haqq qazandıran içimdə bir erməni dölləri var. Bunu yazanı əslində gedib evində tutub ağzını cırmamız lazım, amma erkek deyiləm də. Vallahi çağırıb döymüşdüm. Bakının ortasında bunları o çayxanalarda falan eşkək sudan gələnə qədər döymüşdüm. Demişdim və get ver mən polisi alsınlar içəri. Alçaq, sən mənim oradakı körpə uşağımın başına tökülən bombaya necə haqq qazandıra bilərsən? Sivilin arxasında gizləyib də bu dünyanın hamısında belədir. İsrailin diplomatları da elə idi. Daha dünənləri gəbərən naziri də elə idi. Sivillerin arxasında gizlənmişdi, öldürdülər. Amma bütün hallarda bir əxlaq deyilən şey var. O yüzden də arkadaşlar, Güney ilə Quzeyin arasına girmək istəyən bu alçaqlara haddini Quzeylilər verəcək. Mən həmişə deyirdim, Türkiyə ilə eləyə bilmədilər. Türkiyə ilə Azərbaycan arasına girəmədilər çaqqallar. Nə edirlər etsinlər ki, Türkiyə başlayıb bunların hamısından da ifadə alır. Azərbaycan da yəqin ki, bunların hamısını çağıracaq. Amma biz Türkük, siz yox.
Dədəniz məzardan gəlsə bizim aramıza girə bilməz. Güney Azərbaycan, səni sevirəm.